bir müsəlmanın birinci dərəcəli mütləq şəkildə oxuması gərəkən 5 kitab deyə bilərik. Çünki bəzən olur ki, insan özü üçün bir rutin qoyur. Rutini biraz ağır qoyduğu üçün onu bacarmır. Hətta bəzən olur ki, hər hansı bir yerdə insanlara namaz qıldıran adam belə buna diqqət eləmir. Sadəcə oxuyub keçməklə üzərində düşünmək, yəni üzərinə tədəbbür etmək belə deyək. Bu kimi şeyləri etməkdə hansı tövsiyələr verə bilərsiniz məsəl üçün? Siyər məlumatlarında bir çox müəllif hədis qədər ciddi davranmır. Ümumiyyətlə burada danışdığımız hər bir kəlmə təbəqəsindən asılı olmayaraq hər kəs üçün tövsiyədir. Yəni məsəl üçün bir tibb oxuyan bir müsəlman və yaxud da bir inşaat üzrə oxuyan bir müsəlman ya bu dəvətlə bağlı oxuduğu kitabı necə tətbiq edə bilər yəni? Yeri gəldi, gəlmədi, mən namaz qılanam deməkdən getmir söhbət. Ümumiyyətlə təfsir oxumağa niyə ehtiyac var? Yəni Quran özünü izah etməyə kifayət deyilmi? Özünə eləsə öz axirətini yandıracaq, başqalarına da yaysa başqalarının axirətini məhv edəcək. Tam olaraq bugünkü modernist İslam düşüncəsi dediyimiz şey budur. ChatGPT artıq hər şeyi bilirmiş kimi düşüncə var deyə. Bu ayənin açıqlaması nədir? Təfsiri nədir? Müsəlman bacılar arasında bu tipli kitabların oxunması yayğınlaşıb. Quranda tarix necə çatdırılır? İbrət üzərindən. Bu kitaba digər kitablardan belə daha çox belə deyək də bərəkətin olmasının səbəbi nə ola bilər? İçində yaşadığı ölkənin tarixi ilə bağlı zəruri məsələləri bilsin. Yəni deyək ki, Azərbaycan tarixinin önəmli qırılma nöqtələri nədir? Azərbaycan tarixinin əsas dövlətləri hansılardır? Azərbaycan tarixində yetişmiş əsas şəxsiyyətlər kimlərdir? Yəni bu barədə mütləq şəkildə məlumat olmalıdır. Hal-hazırda dünyada hansı proseslər gedir? Siyasi məsələləri nəzərdə tutulursa, siyasi, iqtisadi. Yəni onu soruşacaq idim. Ki, hocam niyə siz tövsiyə eləmisiniz? Yəni kitab olaraq, şəxs olaraq? Kitab elədiyimiz kütlə hələ buna hazır deyil. İnsanlar elə qəribədir ki, təsəvvür elə indi qardaş məsələn Victor Hugo'nun adını çəkdi. Bir də görsən kimsə rəydə yazır ki, o müsəlman deyil axı.